Demək, bugün sizlə öyrənəcəyik kompleks ədədlər. Baxın, görürsünüzmü ekranı indi? Bəli. 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 Əla. Yaxşı. Baxın, ə, biz indiyə kimi danışdığımız ədədlərin içində, həqiqi ədədlərdə deyirdik ki, heç bir həqiqi ədədin kvadratı mənfi ədədə bərabər deyil. Amma artıq ədəd anlayışının genişlənməsində, kompleks ədədlər çoxluğunda deyəcəyik ki, i kvadratı mənfi 1-ə bərabərdir. Biraz da böyüdüm ki, daha rahat görəsiniz. Baxın, i kvadratı deyəcəyik, mənfi 1-ə bərabərdir. Yəni, i özü kök altında mənfi 1-ə bərabərdir. İ-nin 0-cı dərəcədən qüvvəti bu elə 1-dir. Normal necə deyirik? I üstü bütün ədədlərin qüvvəti 0-dan başqa, 0 üstü 0 qeyri-müəyyəndir. A üstü 0, amma A-ya şərt qoyuruq, 0-dan fərqlidirsə 1-ə bərabərdir. İndi burada da I üstü 0, 1-dir. İ-nin 1-ci dərəcədən qüvvəti i-dir. İ-nin kvadratı mənfi 1-ə bərabərdir. İ-nin kubu bu mənfi idi. Yəni, i-nin kubunu ekranda gördüyünüz kimi i kvadrat vur 2 mi yazsaq, bu mənfi idi. İ-nin 4-cü dərəcədən qüvvətləri o 1-ə bərabərdir. Onda nə anlayışa gəlir bu? Baxın, i-nin qüvvətini baxdım ki, 4-ə bölə bilirəm tam. Deyəcəm, o 1-dir. 4-ə böldüm, qalıqda 1 qaldı. Deyəcəm, i-dir. İ-nin qüvvətini 4-ə böldükdə qalıqda 2 qaldı. Bu, mənfi 1-ə bərabərdir. Çünki i kvadratı olacaq. İ-nin 4-ə böldükdə qüvvətində 3 qaldısa, yəni i kubu oldusa, buna deyəcək, mənfi idi. İ-nin 4-ə bölünən, yuxarıda yazmışam elə, bütün qüvvətlər də 1-ə bərabər olacaqdır. Baxın, bir dəfə də təkrarlayaq. Demək, i-nin qüvvətini 4-ə böldüm, gördüm, tam bölündü. Bu 1 deyəcəm. Misal üçün, i üstü 28. 4-ə tam bölünür, bu 1-dir. i üstü 36. Bu 1-ə bərabərdir. i üstü 2752. Son iki rəqəmi bölürəm 4-ə, görürəm tam bölünür, bu 1-dir. İ-nin qüvvətini 4-ə böldüm, qalıqda 1 qaldı. Bu i-dir. Misal üçün, i üstü 21. 4-ə böldüm, qalıqda 1 qalır. i üstü 33. 4-ə böləndə qalıqda 1 qalır, i-dir. İ-nin qüvvətini 4-ə böldükdə qalıqda 2 qalırsa, yəni i kvadrat olacaq, mənfi 1. Misal üçün, i üstü 14. 4-ə bölürəm, qalıqda 2 qalır, bu mənfi 1-ə bərabərdir. i üstü 38. 38-i bölürəm 4-ə, qalıqda 2 qalır, bu mənfi 1-ə bərabərdir. İ-nin qüvvətini 4-ə böldükdə qalıqda 3 qalırsa, bu i kubuna bərabərdir. Yəni mənfiyə. Misal üçün, i üstü 43. 43-ü bölürəm 4-ə, qalıqda 3 qalır, bu mənfi i-yə bərabərdir. Və yaxud da ki, i üstü 55. 55-i bölürəm 4-ə, qalıqda 3 qalır, bu mənfi i-yə bərabərdir. İndi siz yazırsınız. Hər kəs yazır, sonra ekranla yoxlayırıq. i üstü 2754 nəyə bərabərdir? i üstü 352. i üstü 750. i üstü 1024 və i üstü 315 nəyə bərabərdir? Yekunlaşdırın. Sonra lövhə ilə yoxlayaq. Adəm, i üstü 2754-ü necə hesabladın? 4-ə böləndə qalıq 4 idi. Şeydir, i kvadratı mənfidir. Düzdür. Alin İslamzadə, bəs i üstü 352-ni necə hesabladın? 52-ni 4-ə böldüm, qalıqda 0 qalır, o da 1. Düzdür. Bu elə 4-ə tam bölünəndir. İlk 0, o da Düzdür. 1. 4K-ya görə. Bu da bərabər deyiləm. 1-dir, düzdür. Aylin Əliyeva. i üstü 750. 4-ə böldüm. i üstü 2 qaldı. Düzdür. O da mənfi. Bu da bərabərdir. Mənfi Mənfi 1-dir. Bu şərtin yazmışam, amma bu şərtə
Görə. Yaxşı, i üstü 1024. Əminə. 4'e tam bölünür onun için 1. Bəli, bu da eyni şərtə görə qüvvəti 4-ə tam bölünür. Bu da 1-dir. Asim, i üstü 315. 315-i 4-ə böldükdə 3 qalır. O da ki, mənfi i olur. Düz, 3 üstü 3 yazdım. i üstü 3, bəli. İnin kubu, bu da bərabərdir, mənfi i'dir. Yəqin ki, bunu bildik. Demək, qüvvəti 4-ə tam bölünürsə, 1-dir. 4-ə böldükdə qalıqda 3 qalır, mənfidir. Qalıqda 2 qalır, mənfi 1-dir. Qalıqda 1 qalır, elə i'yə bərabərdir. Buradakı nümunələr, bunlar heç. Gedək, A və B həqiqi ədədlər olduqda Z bərabər A üstəgəl B şəklindəki ədədə kompleks ədəd deyəcəyik. Buna çox diqqət yetirirsiniz. A-ya deyəcəyik həqiqi hissəsi, B-yə deyəcəyik xəyali hissəsi. Həqiqi hissəni RZ kimi göstərəcəyik, bu A-dır. Xəyali hissəni IMZ kimi göstərəcəyik, bu B-dir. Misal üçün, Z bərabərdir 4 üzərinə gəl 3 i-də. Onun real, yəni həqiqi hissəsi RZ bərabər 4-dür. IMZ xəyali hissəsi 3-dür. Və yaxud da Z bərabərdir 9 minus 4 i-də. RZ bərabər həqiqi hissəsi 9-dur. IMZ xəyali hissəsi mənfi 4-dür. Və yaxud da Z bərabər 3 i-də. Onun həqiqi hissəsi 0-dır, yoxdur. Xəyali hissəsi IMZ bərabərdir 3-dür. Və yaxud da ki, Z bərabər 4 sırf həqiqi ədəddir. Bu sırf kompleks ədəddir. Buna deyəcək elə həqiqi ədəd. RZ bərabərdir 4-dür. IMZ bərabərdir 0-dır. İndi siz yazırsınız. Z bərabərdir. Belə bir cədvəllə deyirsiniz qurun. Buna yazaq. Ədəd, həqiqi hissə, xəyali hissə. Yazırsınız. Z bərabərdir 6 çıxılsın 4-dir. Z bərabərdir. Hətta burada həqiqi hissədə hər dəfə RZ yazın ki, əliniz öyrənsin, biləsiniz. Konkret yadınızda qalsın. Z bərabərdir mənfi 6 çıxılsın 3-ir. Z bərabərdir 4-dir. Z bərabərdir 9. Həqiqi hissəsi nədir? Xəyali hissəsi nədir? Yəqin ki, bunu sürətli yaza bilərsiniz. Cəsur, nə yazır həqiqi hissədə birincidə? Cəsur, səsini açmışsan, amma səs gəlmir. Yəqin ki, problem oldu. Səsdə problem oldu, yəqin ki. Hüseyin Begiyev, RZ-ə nə yazdın? Həqiqi hissəyə. 6. Xəyali hissə? Mənfi 4. Bəs burada RZ nədir? Mənfi 6. Həqiqi hissə, Mənfi xəyali hissə, mənfi 3. Bəs burada RZ nədir? RZ 0. İmz Xəyali hissə 4. 4-dür. Bəs burada həqiqi hissə? 9. Xəyali İmz hissə 0. bərabərdir 0-dır. Bura kimi sualı olan vardı mı? Tamam. Dedik ki, həqiqi hissə RZ, xəyali hissə IMZ kimi göstərilir. İki kompleks ədəd bərabərdirsə, onda onların həqiqi hissələri də bərabərdir. Fikir verin, xəyali hissələr də bərabərdir. Nə edəcək? Misal üçün, şərt verib bizə Z bərabərdir 4 üzərinə gəl, Z1, 4 üzərinə gəl, X üzərinə gəl, 3i və Z2 bərabərdir 6 plus X üzərinə gəl, Y üzərinə gəl, 4i. Bunlar deyir, bərabər kompleks ədədlərdir. Bərabərdirlərsə, həqiqi hissələri də bərabərdir. Baxın, xəyali hissələri də bərabərdir. Yəni, 6 plus X 4-dürsə, X mənfi 2-dir. X üzərinə gəl 3 bərabərdir, Y üstə gəl 4-dür. X-in yerinə mənfi 2 yazıram. 1 bərabər Y üzərinə gəl 4, Y-miz mənfi 3-dür. Sizə sırf bu cür yox, bu cür də yazsa, qayda eynidir.
4 üzərinə gəl, x üzərinə gəl, 3i bərabərdir 6 üzərinə gəl, x üzərinə gəl, y üzərinə gəl, 4i. Baxın, belə bir bərabərlik formasında da veriləndə qayda eynidir. Həqiqi hissələrini, baxın, həqiqiləri bir bərabər edəcəksiniz, xəyalləri bir bərabər edirsiniz, eyni buradakı kimi. İndi siz yazırsınız, z1 bərabərdir 8 üzərinə gəl, x üzərinə gəl, y üzərinə gəl 4-i, z2 bərabərdir 3 çıxılsın, x çıxılsın 2 idirsə, z1 z2-yə bərabərdir, x və y araşdırın. Cəsur, səs düzəldi mi? Bəli, bəli. Tamam. Buyur, Cəsur. 8 plus x-i 3-ə bərabər edirik. X-imiz olur -5. Bir də y plus 4-ü 2 çıx x-ə bərabər edirik. Düzdür. Orada Niyə x-in məhz yerinə 2 çıx x etdin? Düzdür. Mörtəzənin qabağında mənfi var deyə o içəriyə verilir. Aferin, düzdür. 2 çıx x, x-in yerinə -5 yazsan, -5 qoyuruq. 7-yə bərabər olur, y də bərabər olur 3-ə. y də bərabərdir 3-ə. Ümidvaram ki, bu hissə sadə idi. İndi gəlin, fikir verim, diqqət yetirin buna. Baxın, 0 üstə gəl, b bərabər b şəklində olan ədədi az öncə dedik. Sırf xəyali ədəd deyilir. 0 yeganə həqiqi ədəddir ki, həm həqiqi, həm də sırf xəyali ədəddir. Çünki onu bu formada yaza bilərik. 0 üstə gəl, 0 üzərinə gəl, 0 i. Yəni, həqiqi hissəsi 0 olacaq, xəyali hissəsi 0 olacaq. Cəmi 0-a bərabər olan iki kompleks ədədə əks ədədlər deyilir. Yəni, a üstə gəl b ilə mənfi a çıxılsın b-yi əks kompleks ədədlərdir. Yəni, 3 üzərinə gəl 4 ilə mənfi 3 çıxılsın 4-i əks kompleks ədədlərdir. Və yaxud da ki, mənfi 6 üzərinə gəl 5 ilə 6 çıxılsın 5-yə əks kompleks ədədlər deyəcəyik. Az öncə dedik ki, i bərabərdir mənfi kök altında mənfiyə. İndi bunlar haqqında danışacağıq, bunlar ayrı. Amma kompleks ədədlərin, gəlin, buradan keçək, indi onlar haqqında danışacağıq, qoşması haqqında danışaq. Qoşma kompleks ədədlər nələrdir? Əgər Z1 bərabər A üstə gəl B edirsə, Z1-in üstündə xət qoysam, heç Z1 yazmayaq, elə Z yazaq. Z-in qoşması üstündə belə bir xətlə göstərilir. A çıxılsın B idi. Bu nə deməkdir? Əgər bu iki ədəd qoşmadırlarsa, həqiqi hissələri bərabərdir, amma xəyali hissələri bir-birinin əksidir. Misal üçün, bizə verib Z1 bərabər A üzərinə gəl B idi, Z2 bərabərdir X üzərinə gəl Y idi. Əgər Z1 ilə Z2-yə başdan mənə qoşma kompleks ədədlər verilibsə, onda R Z1 bərabərdir RZ2, yəni A bərabər X, im Z1 bərabərdir mənfi im Z2, yəni B bərabərdir mənfi Y. Bax, buna diqqət yetirin. Bir var desin bərabər kompleks ədədlər, bir də var desin qoşma kompleks ədədlər. Bərabər kompleks ədədlərdirsə bu ikisi RZ1, RZ2-dir, im Z1, im Z2-dir. Baxın, həqiqilərdə bərabərdir, xəyallər də bərabərdir. Əgər bir-birinin qoşmasıdırsa, həqiqilər bərabərdir, xəyallər bir-birinin əksidir. Vəfa Balzadə. Əgər Z1 bərabər 4 plus 3i-yə bərabər kompleks ədəd desəm, nə deyəcəksən? Belə 4 plus 2. Düzdür, 4 plus 2. Bəs desəm ki, Z1-ə qoşma kompleks ədəddir. 4 minus 2. Bəli, 4 minus. Nə eyni qalır? Həqiqi eyni qalır, amma xəyali bir-birinin əksi olacaq, düzdür. Onda siz yazırsınız, kompleks ədəd Z bərabər A üstə gəl B idi, onun qoşması A çıxılsın B idirsə, bunların qoşmalarını yazın. 3 üzərinə gəl 5-yə qoşma yazın. Mənfi 4 çıx 3-yə qoşma yazın. 7, 8i
mənfi 9, üzərinə gəl 5i. Bunların qoşma kompleks ədədlərini yaz. Qızılgül. Birincidə nə yazdın? 3 çıxılsın 5-i. 3 çıxılsın 5-idir, düzdür. Ayan Babazadə. Bəs ikincidə nə yazdın? 5 çıxılsın 3-i. Hansını deyirsən? Yox, mənfi 4 çıxılsın 3 Bəli, çıxılsın mənfi 4. 4. Çıx yoxsa topla, Ayan? Topla. Topla, bəli, həqiqi hissə qalır, xəyali isə əksini yazırıq. Aylin Bayramova. 7-yə qoşma nə olar Aylin Bayramova? Cavidan. 7-yə qoşma nə olar? 7. Elə 7 həqiqi hissədə olduğu kimi qalacaqdır. Dəniz Qafarlı. Bəs 8-yə qoşma nə olar? -8-i. Düzdür, Allah, mənfi 8-i. Ella da, bəs mənfi 9 plus 5-yə qoşma nə olar? -9 çıx 5-i. Allah, mənfi 5, mənfi 9 çıx 5i. Demək, bir dəfə də təkrarlayaq. Əgər bərabərdirlərsə, Z1 ilə Z2 bir-birinə bərabərdirsə, RZ1, RZ2-dir, həqiqi hissələr bərabərdir. İm-Z1, İm-Z2-dir. Yox, əgər qoşmadılarsa, onda RZ1, RZ2-dir, amma İm-Z1 bərabərdir, mənfi İm-Z2-dir. Tamam, bura kimi kimin sual vardı? Buyursun. Müəllim, imzentlər həmişə əks olacaqlar da bir-birinə. Bəli, həmişə yox ha, Yağmur, qoşma olanda, qoşma olsa bir-birinin əksi olur. Yoxsa normalda onlar fərqli də ola bilərlər, əgər fərqlisə, amma qoşmadılarsa, bəli, bir-birinin əksi olacaqdır. Bax, gör, başa düşdünmü onu? Bəli. Tamam. Baxın, indi Z1 plus Z2, Z1 çıx Z2, Z1 vur Z2-ni, bir də Z1 böl. Z2-ni necə tətbiq eləyəcəyik? Normal, həqiqilərini 1 toplayacaq, xəyalilərini 1. Həqiqilərini 1 çıxacaq, xəyalilərini 1. Bunu da indi vurma qaydasını göstərəcəm. Tutaq ki, Z1-imiz 4 üzərinə gəl, 3 idi. Z2-miz 6 çıxılsın, 7 idi. Bu ikisini toplasaq, 4 üzərinə gəl, 3-i, üzərinə gəl, 6 çıxılsın, 7. Adi çoxadlı ilə çoxadlı necə toplayanda orada oxşar birədləri sadələşdirir. Burada da eyni qaydada. 4 ilə 6-nı toplayıram, 10-dur. Uşaqlar, mənim səsim sizə normal gəlirmi? Bəli, bəli. 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 Əla. 3 ilə mənfi 7-ni də çıxırıq. 10 çıxılsın, 4 idi. Çıxanda 4 üzərinə gəl. 3-i çıxılsın, qarşıdakı çıxmanı nəzərə alacaq. 4 üzərinə gəl, 3-i çıxılsın, 6 üzərinə gəl, 7. Sadələşdirsəm, mənfi 2, üzərinə gəl, 10 idi. Vurduqda 4 üzərinə gəl, 3-ini vururam, 6 çıxılsın, 7-yə. Necə çoxadlıya çoxadlıya vurduqda? 6 dəfə 4-ün 24, 4 7-yə çıx 28-i, 3-ini 6-ya vurduqda üzərinə gəl, 18-i, bir də çıxılsın, 21i kvadratı. Baxın, bir dənə burada 21i kvadratında, i kvadratın yerinə mənfi 1 yazacaq. Sadələşdirirəm, 24, çıxılsın, 10-i, amma üzərinə gəl 21. i kvadratı qarşıdakı mənfini üstə gəl edir. Bu da 45 çıxılsın, 10-i. Demək, burada bir dənə fərqi nə idi? i kvadratın yerinə mənfi 1 yazırıq. İndi böldükdə nə edirik? 4 üzərinə gəl, 3-ini bölürəm, 6 çıxılsın, 7. Burada da ipucunuz nə olsun? Necə məxrəc irrasional olanda onu irrasionallıqdan azad etmək üçün sürət və məxrəci qoşmasına vururduq. Eyni qaydada 6 çıx 7-ni vururuq, 6 üzərinə gəl 7-yə, məxrəcin qoşmasına vururuq. 6 üzərinə gəl 7-yə. Bu bərabərdir. Məxrəci kvadratlar fərqi kimi çıxsam, çıx 49i kvadrat, sürətdə yenə normal açıram. 24 üzərinə gəl 28-i, üstə gəl 18-i, üzərinə gəl 21-inin kvadratı. Bu bərabərdir.
i kvadratı harda var? Yerinə -1 yazacağım. Bax, burada da -1 yazıram. Burada da -1 yazıram. 24 üzərinə gəl 46'yı çıxılsın 21. Məxrəcdə də 36 üzərinə gəl 49. Məxrəc edir 85. Sürət neçə edir? 24-dən 21-in çıxıram. 3 üzərinə gəl 46. Ya bu cür qalır. Əksəriyyətən hallarda ayrı-ayrı kəsirlərdə yazırıq. 85-də 3 üzərinə gəl 85-də 46 i. Gəlin indi siz tətbiq edirsiniz. Yazırsınız. 6 üzərinə gəl. Z1 bərabər 6 üzərinə gəl 5'i. Z2 bərabərdir. 2 çıxılsın i. Tapırsınız Z1 üzərinə gəl Z2'ni. Z1 çıx Z2'ni. Hər kəs yazsın, hər kəs. Kimsə şifahi zehnində baxaraq öyrənə bilməyəcək. Mütləq yazmalısınız ki, tətbiqi xarakter sizə öyrədəcək. 6 üzərinə gəl 5'inin üzərinə gəlirsiniz 2 çıxını. Burada çıxırsınız, qarşıda çıxma əməli var, onu nəzərə alırsınız. Burada vuracaqsınız, hər kəs özü sərbəst tətbiq edir. Sonra bir soruşacağım sizdən. 6 üzərinə gəl 5'ini bölürük, 2 çıxılsın i-yə. Və 40 saniyə, 50 saniyə vaxt. Buyurun. Müəllimə, mənim səsim gəlir indi. Aylin, indi gəldi, bəli, bayaq gəlmirdi. Bayaq açmamışdın ha səsini də. Yəqin ki, aça bilmirdin. Mən açdım, cavab verdim, sonra atdı məni, təzədən qoşuldum. Eləmi? Yəqin internetdə problem var, amma indi elə sən deyərsən. Gəl elə başdan Aylin, bir-bir deyək. Bunlar sadədir, bunları eləsən sürətli de. Misal üçün birinci. 8 plus 4i, Burada çıxmanı nəzərə al. 6 plus 5i çıx 2 plus i, o da eləyir 8 plus 6i. Çıxırsan. 4 plus 6i. 6'yı, düzdür. 12 minus 6i plus 10i minus 5i kvadratı. Minus 5i kvadratı. Bu i kvadratın yerinə -1 yazırıq. yazırsan. 12 çıx 12 plus 4i plus 5. Plus 5. Bu da edir 17 plus 14i. 4. 14 deyil, 4. 4. 17 plus 4. Əsas indi budur. Bunları zaten tez hesablaya bilərsiniz. Adi topla çıxdı. Əminəm ki, burada heç bir probleminiz olmayacaq. Gəl bax, nisbətdən gedək. Nisbətin nəyi vurassan? 2 çıxıyını. 2 plus i-yə. Düzdür. 2 plus i-yə 6 plus 5'ini də vuracaqsan. 2 plus 2 i-yə. plus i-yə. İndi bundan sonraki da normal olacaq. Bir dənə yadda saxlayırıq. i kvadratın yerinə -1 yazacağıq. Buyur. 6i plus 12 plus 6i plus 10i plus 6i kvadratı. 5. Məxrəcdə 5i kvadrat. 4 plus 2i çıx Kvadratda 2i. fərqi kimi çıx hələ. 4 çıx i kvadrat. Düzdür. i kvadratın yerinə -1 yaz. 12 plus 14i minus 5. 10'dan 6. 16i. Aha. i kvadratın yerinə -1 yazsan da bu nə verəcək? Müsbət -5. -5. Məxrəcdə də i kvadratın yerinə -1 yazsan, mənfi nə? Aparacaq müsbət i. Düzdür. İndi sadələşdir. 7 plus 16i bölünsün 5. 5. Ayrı-ayrı kəsirlərdə yazsan. 5'də 7 plus 5'də 16i. Düzdür. 5'də 16. Baxın, görün kimin sual var bura kimi. Ham yəqin ki, başa düşdü bu hissəni. Gəl burada nümunələrdən gedək. Nümunələrdə daha rahat anlayacaqsınız. Baxın. Əslində, burada bəziləri var ki, artıq o çıxardıb. Mən onları sizə deməyəcəm. Argumentdə, moduldur. Bunlar çıxarılıbdır. Bundan işləməyəcək. 5-ci tapşırıqda fikir verin. 2 çıxılsın 3-inin qoşması. Ellada. Səncə 2 minus 3-inin qoşması hansıdır variantlarda?
2 plus 3 olacaq. 2 plus 3 idi. Bəs 2 plus 3-nin qoşması 2 çıx 3-ün. 2 çıxılsın 3-ə. Bax, gəldik əsas çalışmalarımızdan biri. Deyir, hansı şərt ödənildikdə A1 plus B1 ilə A2 plus B2 kompleks ədədlərinin fərqi həqiqi ədəddir. Demək, həqiqi ədəd olması üçün, Emin zəhmət olmasa aç mikrofonunu. Həqiqi ədəd olması üçün həqiqi hansı idi? Birinci onu de. Həqiqi ədəd İ'si yoxdur da, düzdür? Z bərabər A. Düzdür, bu həqiqi ədəddir. Həqiqi. Z bərabər B. Sırf xəyali ədəd. Bir dəfə də təkrarlayaq. Yanında i yoxdur, həqiqidir. ədəd. Yanında i varsa xəyali ədəd. Bəli, yanında bir dənə i var da. Bu da Həqiqi ədəd olması üçün B1 ilə B2 əks ədədlər olmalıdır. Mənfi birimiz. Fərqi deyir, bax, fərqi. Demək, mən A1 plus B1 idi. Ay, onda bərabər olmalıdırlar. Aha, bir dənə baxaq. Mənfi A2 plus A2 yazdım. B2 plus. Bir dəqiqə bunu sileyim. B2. B2. Bu bərabər. Hətta bunu açıram. A1 plus B1-i. Çıx A2. Yaxşı. Bax, deyir, indi fərqi həqiqi olsun. Emin, nə getməlidir, nə qalmalıdır ki, həqiqi olsun? B ilə B1 ilə B2 getməlidir. Onlar islah olunmalıdır. Bəs islah olunması üçün onlar arasında nə qanun uyğunluq olmalıdır? Bərabər olmalıdırlar. Bərabər olmalıdır. Bu, bax, qalada bilər, qalmaya da bilər A-lar. Onlar eyni ola da bilər, olmaya da bilər. Həqiqi ədəd olur da. Bəli, onda yenə onsuz da həqiqi ədədə çevriləcək də. Onda belə çıxır ki, B1 bir dənə şərt qoyacaq. Bax, yadınıza qalsın. Həqiqi ədəd soruşsa bir şərt, yalnız B-lərə. Xəyalini soruşsa sırf xəyalini. 2 şərt qoyacaq, həm A-lara, həm B-lərə. Özünüz üçün qeyd də eləyə bilərsiniz. Deməli, sırf xəyali desə, həm A-ya şərt qoyasınız, həm B-yə. İkisinə də şərt qoyursunuz. Amma həqiqi ədəd desə, bir dənə B-yə şərt qoyasınız. B1 B2-yə bərabər olmalıdır. Emin, bağlama mikrofonunu. 8-i deyirsən. Bir dəqiqə bunun hamısını görəsiniz. 8-də də A1 A2-yə bərabər olmalıdır. B1 B2-dən fərqli olmalıdır. Xəyali olması üçün A-lar bir-birini islah eləməlidir. Amma cəm deyir bu dəfə. Cəm deyirsə, onda biri mənfisinə bərabər Ay, olmalıdır. sağ ol. Amma hansı mənfisi olmalıdır? A1 A2-nin mənfisinə bərabər olmalıdır. A1 mənfi A2 bərabər olmalı. Amma B-lər mütləq qalmalıdır. Bəli. Bəs bunlar arasında nə qanuna uyğunluq olmalıdır? Cəm deyirsə, birinin mənfisinə bərabər olmamalıdır. Ay, sağ ol. Biri birinin mənfisinə bərabər olmamalıdır. Bu harda var, baxaq. Deyəsən 7 mi? Y variantında. Bəli, Y variantı. Düzdür. Təşəkkür edirəm. Çox sağ ol. Yaxşı, Əsma. 9-a bax. 9-da A1 plus B1 ilə A2 plus B2-nin cəmidir yenə. Deyir, cəmi həqiqi olsun. Həqiqidə neçə şərt qoyuruq? Həqiqi deyəndə bir şərt qoyuruq. Onda Elə B1 B-lərə. mənfi B2-yə bərabər olmalıdır. Əks ədədlər olmalıdır ki, Əla. ixtisar getsin. Düzdür. B1 mənfi B2-yə bərabər olmalıdır ki, bir-birinin əksi olsun. Və ixtisar Toxuyanda getsin ki, islah həqiqi olunsun. ədədlər qalsın. Alar, qala da bilər, sıfıra da çevrilə bilər. Önəmli deyil. Düzdür. Yaxşı, baxırıq. Məncə bunların nöqtəsindən gələrsiniz. Baxın, 11, 10, 12, 13. Burada başdan şərt dedik ki, i kvadratı nəyə bərabərdir? Əhməd, i kvadratı nə verirdi? Mənfi 1-ə. Mənfi 1-ə. Bəs Əhməd, i kubu nəyə bərabərdir? İ kubu da mənfi 2-yə. Afərin. Bəs i üstü 4 nəyə bərabərdir? Burada da elə 1-ə. 1-ə. Tam 1. Düzdür. Onda belə çıxır ki, elə 11-i deyək səndən birlikdə. Bir çıxı qalsın. I kvadratın yerinə nə yazarıq? Mənfi 1. Mənfi 1. Bəs i kubunun yerinə? I kubu az öncə dedin. I kubu mənfi idi, düzdür. Mənfi idisə, qarşıdakı bu mənfini də nəzərə alsaq? Plusi. Plusi. Birlər də gedir, mənfilər də gedir, geriyə qalır 0. Bunun nöqtəsindən gələrsiniz. Z1, Z2 çıx 2 Z1. Bunun nöqtəsindən gələrsiniz. 2 plus i-dən çıxırıq. Z1-in yerinə i yazsaq. Mənfi minus 2 olacaq. 2 qalır. I-dən də 2-sini çıxırıq. 2-ni, o da mənfi. İndi baxın, çalışmam
16. Az öncə bu tiflisini qoşma kompleks ədədlərin o məxrəcdəki vurduq, orada tətbiq elədik. Zeynalabdin. 2 plus 5'ini 2 minus 5'ye vuraq. 4 çıxılsın 25 kvadrat. Bir O kvadrat. da 29 edir. Düzdür, o da 29. Bəs 17'də 15 çıxılsın 9 25 daha kvadratı. 9 çıxılsın 9 kvadratı o da bərabərdir 34-ə. Düzdür, 25 plus 9, 34'də. Bəs 18'də 4 çıxılsın 9 kvadratı 13. düzdür, bu da bərabərdir 13'dür. Əla. Yaxşı, baxaq belə bir tapşırığa 20'də. Əkrəm Behbudlu. Sağ tərəf sıfırdırsa, səncə onda bunlar haqqında nə deyə bilərik? İkisi də sıfıra bərabərdir. İkisi də sıfıra bərabərdir. Sağ tərəf sıfırdırsa, həqiqisi də sıfırdır, xəyalisi də sıfırdır. X nədir, Y nədir? X mənfi 2-dir, Y də 2. Y də müsbət 2-dir. Bağlama mikrofonu. 21'də. Buyur. X mənfi 2-dir, Y 3. Düzdür. X mənfi 2'dir. 5Y çıx 15 də sıfırdır. Y də bərabərdir. Müsbət 3'dür. Baxaq, bunlar kompleks ədədin modulu o artıq çıxarılıbdır məktəb kursundan. Yəni Argumenti trigonometriyanın ifadəsi də çıxarılıb. bəli, onlar da çıxarılıbdır. Bunları keçək. Gəldik 36-cı tapşırıqda. Fatimə Şirinova. A çıxılsın B-nin kubunun açılışını tətbiq eləyəcəyik. Gəl birinci səndən elə bunu işləyək. Siz də sərbəst hər kəs özü işləyir. Fatimə ilə də biz səsli deyəcəyik. Buyur Fatimə. A kubu birinci düsturu deyim. Aha, açıq B-nin kubu nə idi? A kubu çıxılsın 3A kvadratı B plus 3AB kvadratı çıxılsın B kubu. Düzdür. Onda 8 8 çıx. 8 çıxılsın 12i Düzdür. plus 6i kvadratı Əla, çıx. çıx i kubu. Kubu. İkincini də aç. 25 plus 10i plus i kvadratı. Gəl sadələşdirək. Demək, sadələşdirməli olduğumuz nədir? Harada i kvadratı var? Yerinə Yerinə mənfi bir bir. yazacaq. Bəs i kubuna? Mənfi i. Düzdür. 8 qalsın. 12 də qalsın. I kvadratın yerinə mənfi 1 yazsam, nə yazarsan? Çıx 6 Bəs i kubuna mənfi i yazsan? plus 1 i. i, düzdür. Plus 25 plus 10 i qalır. I kvadratın yerinə Çıx 1. çıx 1. İndi sadələşdir. 8-dən 6-sını çıxdın. 2 2, 27 7, 26 26. Sonra bu i ilə 10 i-ni topladın. 11 i. Biri, bir dənə də mənfi 12'miz var. Mənfi 1. Mənfi 1'i. Düzdür. Cavabımız B variantı. Əla. İşləyək 37-ni. Hər kəs sərbəst işləyir bunu. 37-də. Fərman, deyə bilərsənmi? 2 çıxılsın i-nin kubundan. Bitirdinsə, 8 çıx 3 vurulsun 4 vurulsun i. yəni 12 plus Üstə gəlsin 3 vur 2 vur i kvadratı. Yəni 6 kvadrat. Çıxılsın i kubu. Plus i kvadratı plus 8 i plus 16. 16. 8 çıx 12-ni saxlayaq. I kvadratın yerinə mənfi i 1 Mənfi 1 yazsın. yazacaq çıx 6. I kubu i verəcəklər. Plus i verəcək. O da plus i, düzdür. Çıxılsın 1. 1. Plus 8 i plus 16. İndi sadələşdir. Sadələşdirsə 24 çıxılsın. 24 18 çıxılsın. Bu ikisi nə verdi? 8-dən 6-sını çıxdın. 2. 2. Üstünə də Bir dənə 16-nı biri- gəldi. 18. Hə, bir də var idi. Bir dənə də birimiz var. Çıxdın. 15. 17-də.
17 eləyirmi? 17. Bax, Bəli. 8 çıx 6, 2. 2-dən 1-in çıxdın 1. Üstünə də 16-sını gəldin 17. Mənfi 12 ilə bax, bu ikisini topla. 3-i, çıx 3-i. Çıx 3 eləyəcək düzdür. 9-u 12-dən də 9-u çıxırsan, çıx 3-ü. Cavabımız 17 çıxılsın 3 idi. Baxın, görün, sualınız vardı mı buna aid? Yaxşı, bu kompleks ədədlərin argumentində keçirəm. Gələk belə bir tapşırığa. Arı işləyə biləcəksiniz. Vurmasın da. Gəldik 49 tipli çalışmaya. Bizə deyir, i plus 1 böl z 1 çıxılsın edirsə, z üstü 2004'ü tapın. Gülay Feyziyeva. Z-i necə araşdıraram buradan? i plus 1'i bölərik i minus 1'ə. Yaxşı. İndi bunu i-ni i-dən azad eləyəsən, qoşmasına vurasan. i plus i'yə. i plus 1 plus 1 plus 1 plus i-yə. Sürətdə də 1 plus i-ni vurursan 1 plus i-yə. 1 minus i kvadratı 2 eləyəcək. Məxrəc. Düzdür, məxrəc. Sürətdə 1 plus i-nin kvadratı. Düzdür, bunu da aç. 1 üstəgəl i-nin kvadratı çıxız plus 2. i kvadrat nə verirdi? Mənfi 1 verəcək, onlar islah gedəcək, qalacaq bir dənə i. Bəli, sırf i qaldı. İndi gətir burada z üstü 2004'də. Z-in yerinə i yazsan, bəs i üstü 2004 nə verir? 4'ə tam bölündüyü üçün i. Bəli, 4'ə tam bölündüyü üçün 1'ə bərabərdir. Əla, gəlin yazaq 50'ni. Buyurun, işləyin 50-ci tapşırığı. Hər kəs özü sərbəst işləyir. Yenə bir 40 saniyə vaxt. Bunu deyəcək Hafizə. Hafizə, Z-i tapsaq. Yenə z bərabərdir 1 üzərinə gəlsin, i bölünsün, 1 çıxılsın, i. Qoşmasına vursaq, 1 üzərinə gəlsin, i vurulsun, 1 çıxılsın, i vurulsun, 1 üzərinə gəlsin, i-nin kvadratı. Sürətdə. Məxrəc eləyəcək 1 çıxılsın, i kvadratı, yəni 2. Sürət eləyəcək 1 plus i-nin kvadratı, yəni 1 üzərinə gəlsin, 2 üzərinə gəlsin, i kvadratı. Orada da i kvadratından 1 gedəcək, qalacaq 2, bölünsün 2, yəni i-yə bərabər olacaq. i üstü 2006-da 2006-nı 4'ə böldükdə qalxdı 2 qalır. Yəni i kvadratı da mənfi 1 edir. i kvadratı bu mənfi 1'ə bərabərdir. Əla. Baxın, görün kimin sual var buna aid. Tamam. Yazaq 53-cü tapşırığı. Zülfiqarov, hər kəs özü işləyir. Zülfiqarov da səsli deyir. 1 plus i-ni böləcəyik 1 çıx i-yə. Zülfiqarov, az öncə bunu tətbiq etdik əslində. Nə edərsən burada? Yəni 1 çıx i-ni vuracaq 1 plus i-yə. Yuxarıda da 1 plus i-nin kvadratı olacaq. Aşağıda 1 çıxılsın i-nin kvadratı, yəni 2. Düzdür. Yuxarıda da 1 plus 2i plus i-nin kvadratı. i-lər mənfi 1 ilə 1 gedəcək. 2i bölünsün 2, o da bərabər deyilə i-dir. Əla. Yaxşı, baxaq. Belə bir. Bunlar eyni tiplidir. Cəbri şəkildə göstəriləyəndə qoşmasına vururuq. Ən kiçik müsbət argumentlər bunlar heç. Yaxşı. İndi gəlin belə bir tutaq ki, sizə deyilib köklərindən biri 4 üzərinə gəl 5'i. İkinci kökü 4 çıxılsın 5'i olan çevrilmiş kvadrat tənliyi qurun. Birinci kökün araşdırıram cəmini və hasilini. V teoreminə görə 4 plus 5 ilə 4 çıx 5'ini topladım. Bu bərabərdir 8. 4 plus 5'ini vururam, 4 çıxılsın 5'yə. Bu bərabərdir 16 çıx 25i kvadratı. Bu da bərabər 41. Bilirik ki, cəm əksi ilə götürülür. Mənfi 8 olmalı deyil. Neçə? Mənfi 8. İndi yazanda o cür yazacaq da. Cəm 8'dir, amma yazanda x kvadrat nə yazırıq?
Çıx 8x plus 41. Bildin mi Emin necə? Burada 8 yazırıq, amma burada yazanda əksini yazacağıq. Cəm əksi ilə götürülür deyə x kvadrat çıxılsın 8x, üzərinə gəl 41. Yaxşı, bunu deyəcək Xəlil. Siz yazırsınız. x1 bərabər 2 çıxılsın 4 idi. Xəlil. x2 2 üzərinə gəl 4 idi. 4 plus 0, 4 olacaq. Cəmi 2 çıx 4 ilə 2 plus 4 ilə 2 plus 4 iyi. Bəs hasili də? Asili 4, mənfi 16. Yo, öyle vuracaq 4. Düzdür, 4 çıx, kvadratlar fərqi 2 4, çıx. 16 idi kvadratı. Kvadratı. Kvadratın yerinə nə yazacaqsan? Mənfi 1. Mənfi 1, o nə verir? 20. 20. Onda tənlik? X kvadratı çıx. 4x kvadratı. Plus 20. Plus 20. Tamam, birini də tətbiq edin sərbəst. Köklərindən biri 2 çıxılsın 7'yi. İkincisi 2 üzərinə gəl 7'yi olan çevrilmiş kvadrat tənliyi quru. Yekunlaşdırın. Deyə bilərsənmi İbrahim Babayev? Cəmi 4 eləyəcək. Cəmi 4'dür. Bəs hasili? 4 çıxılsın 49 i kvadratı. Kvadratı bu da bərabərdir. Kvadratın da yerinə mənfi 1 yazırıq. O da olur 50. X kvadrat çıxır 4x plus 53. 53 bərabərdir 0-a. Düzdür. Baxın, əvvəlcə biz belə tənlikləri işləyəndə, indiyə kimi işlədiklərimizdə deyirdik, həqiqi kökü yoxdur, saxlayırdıq. Gerisini işləmirdik. X kvadrat üzərinə gəl, 4x üzərinə gəl, 5 bərabərdir 0. Tənliyinin köklərini tapın deyəndə, həqiqi köklərini tapın deyəndə, diskriminantını tapırdıq mənfi idi. Bilirik ki, diskriminant mənfi olduqda onun 2 kökü var, qoşma kompleks kökü. x1 ilə x2 qoşma kompleks köklərdir. İndi diskriminantını araşdırsam, 16 çıx, 20, mənfi 4. Bunun yerini yazacaq artıq 4 kvadratı. Köklərini araşdırsaq, mənfi üzərinə gəl, kökdə də böl 2a deyil. Yəni, mənfi 4, üzərinə gəl, kökdə 4 kvadratı böl 2. Mənfi 4 üzərinə gəl, 2 bölünsün 2. Ayrı-ayrı kəsirlərdə yazsaq, mənfi 2 üzərinə gəl, İkinci kök olacaq. Bunun qoşması, yəni mənfi 2 çıxılsın, idi. İndi siz yazırsınız. Yazın, x kvadrat çıxılsın 6x, üzərinə gəl 10 bərabər 0. Tənliyinin köklərini tapın. Nazim Quliyev, deyə bilərsənmi? Diskriminant bərabərdir mənfi 6-nın kvadratı 36 pi çıxılsın 40 bərabərdir mənfi 4. Düzdür, onu da yazırıq. O da bərabərdir 4i kvadratı. x1 bərabərdir 6 üstə gəlinsin kök altında 4i kvadratı bölünsün 2. Bərabərdir 6 üstə gəlinsin 2i bölünsün 2. O da bərabərdir 3 plus i. Düzdür. x2 də bərabərdə 6 çıxılsın kök altında 4i kvadratı bölünsün 2, bərabərdə 6 çıxılsın 2i bölünsün 2, bərabərdir 3 çıxılsın i. Çıxılsın i. Əla, düzdür. Yaxşı. Növbəti nələri artıq dəyişəcək bu kompleks ədədləri biləndən sonra. Misal üçün, x kvadratı üzərinə gəl 4 bərabər 0 tənliyinin köklərini tapdıqda, biz dedik həqiqi kökü yoxdur, boş çoxluq yazırdıq, düzdür. İndi x kvadratı bərabər mənfi 4-dürsə, yazırıq x kvadratı bərabər 4 kvadratı. İndi uşaqlar, bu ikisinin fərqini deyəcəm sizə. Bu çox önəmlidir. Ha, buraxılışda da düşən ili, baxın, bəzi şagirdlərin bir balaca diqqətindən qaçan məqamlar var idi burada, diqqətsizlik eləmişdilər. Biri var sizə versin x kvadratı bərabər 4 kvadratının köklərini tapın. Bəli, biz burada bu cür tapacağıq. X bərabər plus minus kökdə 4 kvadratı. Bu da bərabər plus minus 2. Bir də var, sizə versin 4 kvadratından nə çıxır kökdən? Elə 2.
Vəssalam. Siz burada kökün tapırsınız diye sağlı sollu kvadratdır. Kök alsaz mütləq bura plus minus yazarsınız. Tek başına bu o 2'ye bərabərdir. Bunun plus minus 2 olması qarşısındakı plus minusun buradan qaynaqlanır. Yəni modulda çıxır bu. Amma burada qarşısında plus minus yoxdur ki, elə 2 ya. Onu nəzərə alma. Misal üçün, kökdə 49 i kvadratı. Bu 7 idi. Sizə desək ki, x kvadratı bərabər 49 i kvadratının kökləri. Bəli, burada plus minus yazarsınız. X kvadratı bərabərdirsə yazırsınız. Yoxsa x kvadrat yoxsa elə 7 idi. X kvadrat bərabər 49 i kvadratı plus minus 7. Gəlin olaraq nümunələr yazın. X kvadratı bərabərdir 16 mənfi 16 i kvadratı. Bir də yazın kökdə 16 i kvadratı. X kvadratı bərabərdir mənfi 36 i kvadratı. Bir də kökdə 36 i kvadratı. Birini də yazaq. X kvadratı bərabərdir mənfi 81 i kvadratı. Bir də kökdə 81 i kvadratı. Murad Məmmədov. Birincində nə yazdın? Bax burada. Birdə. Orada plus minus 4. Plus minus kökdə 16 i 16 i kvadratı. kvadratı. O da plus Plus minus 4. 4. Və sağda nə yazdın? Orada sadece 4. Sadəcə 4. Düzdür. Nasbəri. 2-də nə yazdın? Plus minus kök altı 36 i Burada kvadrat. mənfi i kvadrat yazmışam. Heç çaşıb uşaqlar. Burada mənfi deyil axı. Müsbət i kvadrat. Çünki bayaqkindən yadda qaldı. Bir dənə bunu düzəldək. Burada mənfi yoxdur ha. Bayaq da mı o cür yazmışdım mənfi? Bir dənə geri qaydım baxım. Yox, burada düzdür. Burada çaşmışam. Yaxşı. 16, Yəni 36. elə olsa i üstü 4 Yox, yox, yox. olurdu. O zaten 36'dır o. Mənfi olsa zaten 36'dır. İndi onu deyərik. O niyə o cür yazdım? Avtomatik zehin o cür yazdı. Onu düzəldin. Orada mənfi yoxdur. Yaxşı, burada plus minus Plus minus kök 36 i kvadrat. 36 i kvadratı O da bərabərdir plus bərabərdir. 6. Plus minus 6. Amma bəs sağda nə yazdın? Sağ tərəfdə elə 6 i. Sadəcə 6 i, bəli. Burada x kvadrat bərabər 81 i kvadratı. Bunu deyəcək Nihat Əliyev. Üçüncüdə. Birincidə plus minus kökdə 81 i kvadratı, o da yer plus minus 9 i. İkincisi də ki, təkcə 9 i. İkincidə təkcə 9-e. Baxın, burada mən niyə manevr elədim? Birdən diqqətimi cəlb elədi o. Ki, orada bir səhvlik yazmışam. Zaten mənfi 16 i kvadratı ilə 16'dır da. Düzdür? I kvadrat mənfi 1'də 16 olacaq. X də bərabərdir plus minus 4'ə. Bu heç. O bir texniki qüsur oldu. Getdi, düzəltdik. Yaxşı. Orada 16 i kvadrat yazmışıq. Orada i kvadratın yenə mənfi 1 yazıb sonra kök almaq olar. Hansında? Burada mı? Bəli. Elə hamısında var. Yox, yox. Biz elə onu 16 i kvadratı yazırıq ki, kök alırıq da ondan. Ha, başa düşdüm. Mənfi 16 olur. Bəli, mənfi 16 olur. Bax, bu cür. X kvadratı üzərinə gəl 16 bərabər 0. X kvadratı mənfi 16. X kvadratı bərabər 16 i kvadratı. X də bərabər plus minus 4'e. Aydın oldu? Yaxşı. İndi bizə bu cür verər. Biz əvvəl x kvadratı üzərinə gəl 4'ü vuruqlara ayırmırdıq. Olduğu kimi saxlayırdıq. Amma indi x kvadrat çıxılsın 4i kvadratı yazacağıq. Yazırıq x çıxılsın 2 vurulsun x üzərinə gəl 2. Və yaxud da ki x kvadrat üzərinə gəl 9'u yazırıq. X kvadrat çıxılsın 9i kvadratı x çıxılsın 3'i vurulsun x üzərinə gəl 3'i. Və yaxud da ki x kvadratı üzərinə gəl 2xi üzərinə gəl 3. Baxın, bu cür veriblər. Nə edirik? X kvadratı üzərinə gəl 2xi. Bu 3'ü yazırıq. Çıx 3i kvadratı. Bu bərabərdir. Hasili mənfi 3. Cəmi 2 olan ədədlər. X üzərinə gəl 3'i. Vurulsun. X çıxılsın. İndi siz yazırsınız. X kvadratı üzərinə gəl 81. X kvadratı üzərinə gəl 64. X kvadratı üzərinə gəl 5xi. Çıxıls üzərinə gəl 14. Nuray hansı Nuraydı?
Kərimova, yoxsa Əliyeva, Nuray? Tamam, Onur. Onur, birincində nə yazdın? Birincində yazırıq x kvadratı çıxılsın 81 kvadratı, o da bərabərdir. X çıxılsın 9-i vurulsun x plus 9-i. X plus 9. Düzdür. Osman xəstə idi. Gedək Rəvan. Rəvan, ikincində nə yazdın Bayramlı? X kvadrat çıxılsın 64 kvadratı, o da bərabərdir. X çıxılsın 8-i vurulsun x plus X üstə 8-i. gəl 8-i. Rüstəm. X kvadratı plus 5x-i çıxılsın 14 i-nin kvadratı. Vuruqlara ayırsaq x plus 7, x çıxılsın 2. Üstə gəl 7 vurulsun, x çıxılsın 2. Baxın görün sualınız vardı mı bunlara ait uşaqlar? Müəllim, bunların vuruqlarında viet kimi götürməyəcəkdi, hə? Bir kimi deyəndə nəyi nəzərdə tutursan? Bir yox, viet. Hə, viet. Yəni, Vieti oxşuyur da, olduğu vieti kimi. oxşuyur, bəli. Hasili mənfi 14, vieti oxşuyur, amma viet deyil. Hasili mənfi 14, cəmi 5 Kimi olur. götürəcək ifarələrini? Necə? İfarələrini olduğu kimi götürəcək. Bəli, olduğu kimi. Düzdür. Yaxşı, indi baxırsınız. Bir dənə baxaq, burada vardı mı? Bunlara aitsə dedik. Fərqli bir misal üçün buna baxaq. Deyir ki, təliklərdə neçəsinin həqiqi ədədlər çoxluğunda həlli yoxdur. Həqiqi ədədlər çoxluğunda həlli olmaması üçün bilirdik ki, kvadrat tənliyin diskriminantı mənfi olmalıdır. Birincidə baxırıq. 64 çıx 68 mənfidir. Bunun həlli yoxdur. X kvadratı bərabər mənfi 17. Həqiqi ədədlər çoxluğunda həlli yoxdur. Bu x vur x plus 8. Həqiqi ədədlər çoxluğunda həlli vardır. Və yaxud da bunun diskriminantı müsbətdir. Həlli vardır. X kvadrat bərabər 17-dir. Həlli vardır. Demək, neçəsinin soruşursa, göstəririk ikisini. Burada məncə problem yaşamayacaqsınız. Çünki bunlar haqqında artıq məlumatlısınız. 74-75-ə uyğun bunlara həll qaydası dedik. Cəbri şəkil. Gedək 82-yə. Hər kəs əksi seçin, ha, tərsini yox, əksi. Səmaya, Alxasva. Səncə bir əksdirmi? Bir əksdir. Bir əksdir. İki əksdirmi? İki də əksdir. Əksdir. Üç əksdirmi? Üç də əksdir. Əksdir 4. Dörd də əksdir. Əksdir 5. Əks deyil. Düzdür. Bizdən də say soruşur. A variantı. Düzdür, A variantı. Müəllim, burada 5 tərs olacaq, yalnız tərs. Hansında? Bu 82-də mi? Aha. Sizcə, tərs hansıydı? Vurduqda 1 eləsin. 2-də 1-ini vuranda mənfi 2-yə, bu da bərabərdir. Neçə eləyir? 1. 1. Çünki bu eləyir i kvadratı mənfisi Mənfi ilə. 1-in Bu da bərabərdir. Mənfi 1, 1. Bir bu cür olar, bir də bu cür olar. 2, bir də 1 bölü 2. Bax, bunun fikir verin. 2 ilə 1 bölü 2-nin belə göstərimdə ki, biləsiz. 1, 2-yə 1 bölü 2 olar. Vuranda 1 eləyirmi? Mənfi Düzdür. 1 eləyir. Bir də mənfi 1 böl bu cür. Olur da. Baxın, bunu buna vuranda 1 eləyir. Bu ikisini vurduqda mənfi kvadratı bu da bərabərdir 1 eləyir. Onda belə çıxır ki, kompleks ədədlərdə fikir verdiniz. Bir ədədin neçə dənə tərsi oldu? 2 dənə. Bu cür tərsi oldu. Yaxşı. Baxırsınız. Bunları keçək. Bunlar heç. Bir dənə baxın 85-ci tapşırığa. Bu hətta model tipli testlərə düşən sualdır. Baxın çalışma 85-ə. Bizə deyir ki, x və y ədədləri, həqiqi ədədlərinin hansı qiymətlərində Z1 və Z2 qoşma kompleksdirlər? Qoşma komplekslər hansı ədədləri idi, Şəfi?
Real EM-lərinə görə fərqlənirlər. Aha, bir dənə imləri fərqli olurdu, amma r'ləri eyni idi də həqiqi hissələri. Bəli. Yəni nəyə bərabər eləyəcək? X minus 1 bərabərdir 4 minus x plus y. 4 çox x plus y-ə, bəs xəyali hissələri? Birinci i üstü 5-ə sadələşdirək. 4-ə qalığı 1 eləyir. Elə i Yəni elə qalır, i. mənfi 3. Bəs i üstü 7. O i kuba gəlir, o da mənfi idi. Düzdür, afərin. I kubuna gəlir, o da mənfi idi. Gətirib bunun yerinə mənfi yazsaq, qarşı oldu çıx. Bizə dedik ki, reallar bərabərdə, imlər əksidir. Onda nəyinə bərabər götürək? Mənfi 3 y-i 1 plus x-ə. Düzdür. Onda deyirsən keçir x-ləri, y-ləri burada sol tərəfə. 2x minus y bərabərdir 5. Və x plus 3 y bərabərdir mənfi 1. X plus 3 y bərabərdir mənfi 1. Aşağını mənfi 2-yə vura bilərik. Aşağını mənfi 2-yə vura bilərsən. Buyur. Toplasaq mənfi 7 y bərabərdir 7-yə, y bərabərdir mənfi 1. Demək, mənfi 7 y, 7 desə y mənfi 1-dir. Y-in yerinə elə burada mənfi 1 yaza bilərsən. Da x eləyəcək 3. 2. 3. 1 plus x desə, x də bərabərdir 2-yə, düzdür. X 2-dir. 1 plus x mənfi olmalı deyil ki. Bir də? 1 plus x mənfi olmalı deyil, qarşıda mənfi var. Burada mənfi var axı. Bəs mənfi im z1 bərabər deyilmi qoşmalarda mənfi im z2-yə? Həqiqilər bərabər oldu, xəyali. Buradan bunun özün götürdük, amma bunun əksi oldu 1 plus x. Bildim. Aydın oldu? Yaxşı. Baxaq. Bir dəqiqə. Tapın buradan 89-cu tapşırıqdan z-i, hər kəs özü. Turalda desin. Tural, hara kimi getdin sən? Buyur, səslidir. Z bərabərdir 4 plus i bölünsün 1 plus i. Qoşmasına vururuq. Yuxarı 4 plus i bölünsün. Yuxarıda 4 plus i vurulsun. i çıx 1. 1 çıx i. Yığ bunu. Yuxarıda 1 çıxsın i kvadratı. O da bərabərdir. Mənfi 1 onun 2. Yuxarıda çıxsın 4 i. Plus i çıx i kvadratı. 4 çıxsın. Mənfi 4 plus 1 5. Çıx 3 i. Burada mənfi 1 yazsan 4 plus 1 çıx 5. 3 i. Bunu ayrı-ayrı kəsirlərdə yazsan 5 çıxsın 3 i. Mənfi 3. 2-də 3 i. Düzdür. Baxın görün sualınız vardı mı buna aid? Yaxşı. Baxırsınız 93. 93-də nə etməlisiniz? Birinci sadələşdirəsiniz. Sonra qoşmasına vuracaqsınız. Hər kəs özü yazır. Turan deyir. Turan, məxrəci aç. 2 çıxılsın i'nin kvadratı üstə gəlsin 2 çıxılsın i. 2 çıxılsın i plus 2 çıx i kvadrat düzdür. Aşağı eləyir 3 çıxılsın 3 üstə gəlsin i. 3 plus i. Yuxarıda 3 çıx 4 i. 3 minus i'yə vururuq hər iki tərəfi. Aşağı 10 eləyir, yuxarıda da 9 çıx i kvadratı bəli 10 edir. Sürət nə verir? Sürəti sadələşdir. 9 plus 4 i kvadratı çıxılsın 12 üstə çıxılsın 3 i. Çıx 12 plus bəli 4 i kvadratı. Sonra nə O da verir? eləyir 5 minus 15 i. i kvadratın yerinə mənfi 1 yazsaq, bəli 5 çıx 15. 15 i. Ayrı-ayrı kəsirlərdə yazsan 2-də 1 çıxılsın 2-də 3 i. 2-də 1 çıxılsın. Əla. 2-də 3 i də. Düzdür.
Yaxşı, baxaq burada. Bunlar eyni tiplidir artıq komplekslərin. Bunları keçək. Yazaq. Öncə bunların öhdəsindən gələrsiniz. 108. Demək, 1 çıxdı. 1 çıx, qarşıda çıxma var. 2 plus 3'i vurulsun. 1 üstə gəl. Z-in yerinə 2 minus 3 yazsaq, kvadrat böldür. İndi sadələşdirək. -1 üzərinə gəl 3'i vurulsun. 1 üstə gəl 4 çıx, 12 plus 9 kvadratı böldür. Siz də diqqətlə baxın, haradasa birdən işarə səhvi gedər. 5, burada çıx 9 olacaq. 5-dən 9'dan çıxdıq, -4 çıx. 12'yi böldür. Gəl bunu ayrı-ayrı da bölək. -1 plus 3'ini saxlayıram. Bunu da ayrı-ayrı bölsəm, -1 çıx 3'i olacaq. Yəni, bax, bu ikisindən də hətta mənfini də çıxararam mötərizə xaricinə. İkisindən də mənfini çıxarsam, orada müsbət olacaq da xaricdə. Onda olur 1 çıx 3'i vurulsun, 1 üstə gəl 3'i. Bu da 1 çıx 9 kvadratı. Kvadratın yerinə -1 yazsam, o da 10 edəcək. Gəlin indi eynisi burada. Çalışma 109. Bu sizdə. Hər kəs özü sərbəst işləsin. Hamı yekunlaşdırdısa, bunu deyəcək Vahid. Vahid necə yazarıq? Z-in yerinə qoyuruq. -2 üzərinə gəlsin 3'i çıxılsın 1. Orada kvadrata yüksəldirik. Çıxılsın 7 bölünsün 3. Tamam, buyur. Birinci mötərizəni sadələşdirdikdə -3 üzərinə gəlsin 3'i. İkinci mötərizəni sadələşdirdikdə 4 plus 12i plus 9i kvadratı çıxılsın 7 bölünsün 3. 3 çıxılsın... Buradan -3'ü çıxaraq da. -3'ü çıxaranda 1 çıxılsın... 1 çıxılsın. 1 çıxılsın i. Hı. Yuxarını da sadələşdirdikdə mənfi-ni vuranda -9 olacaq. 4'dən 9'dan çıxdın. 5. -5. -7'miz də var. 16. -12. Çıxılsın -12 bölünsün 3. Hər ikisini ayrı-ayrı böldükdə... Hətta bununla bunu aparaq da. Bax, bununla bunu geçsin. Düzdür. Oradan da -12'ni çıxar mötərizə xaricinə. -12'ni çıxardanda 1 plus i qalır. 1 plus i. Bu mənfi də bu mənfini Müsbət edir. 12 vurulsun 1 çıxılsın i kvadratı. I kvadratı müsbət 1 olacaq. 12'ni də 2'ye vuranda 24. O da bərabərdir. 24. Əla. Baxın, görün, sualınız vardı mı sizin? Yaxşı. Baxaq, çalışma 111'ə. Zəhra Mehbalıyeva. Bu ikisini səncə necə yığaram? İlk olaraq kvadratlar fərqi kimi taparıq. 1 çıx i'nin kvadratı. Yəni, bu ikisini yaza bilərəm də birlikdə. Sonra da 7-ci dərsinə yüksəldərik. 1 çıx i'nin kvadratı bizə verəcək 2. 2 üstü 7 də 128. Bəli, bərabərdir 128. Və eyni qaydada, bir dənə səsi bağlama. Eyni qaydada, bax bunu. İkisi eyni mötərizədə yazsan. 1 çıx i vurulsun 1 plus i. Yəni 2 üstü 4. Düzdür. Artı 2, o da 2 2 üstü üstü 4. 4, bu da bərabərdir 16. Düzdür. Yaxşı, baxaq çalışma modulları keçək. Baxaq çalışma 131. Zəhra Kərimova, zəhmət olmasa aç mikrofonu. Yəni hamının diqqəti burada olsun. Zəhra, birinci oxu sözlərini. Bax, deyir, A kvadrat çıxılsın A çıx B kvadrat plus B kompleks ədədinin həqiqi hissəsi 8-dir, xəyali hissəsinin əmsalı 2-dir. Bu
O nə Yəni demək? A kvadratı çıx B kvadratını bərabər eləyirik 8-ə. Mənfi A plus B də bərabər eləyirik 2-yə. Sonra onu A çıx B, A plus B halında açsaq, B çıxanı da yerinə 2 yazırıq deyə, A çıx B-nin yerinə elə mənfi 2 yazacağıq. Ondan sonra A plus B də olacaq mənfi 4. Düzdür. Oradan 2B olur mənfi 2, B də mənfi 1-ə bərabər olur. 2B A-nı mənfi da 2, B mənfi 1-dir. A-da B mənfi mənfi 3 olur. 1-dirsə, Mənfi 3. A mənfi mənfi. A bərabərdir 3-dür. A da bərabərdir. Bəli, mənfi 3-dür. Əla, düzdür. Baxın, görün kimin sual var buna aid. Tamam. Zəhra Zeynalova. Bir dənə baxın 133-cü tapşırığın həlli strategiyasına. Zəhra Zeynalova, buyur. Bəli. Rezetin yerinə nə yazarsan Zəhra? Rezetin yerinə yazaram 2A. 2 üstü A. Bəs imzetin yerinə? MZ-in yerinə də 2 üstəgəliniz 2 üzəri A çıxılsın 3. Bunu Bərabərdir. Dörddə biri də bərabərləşdirəcəm. 2 üstü nə 2 üstü yazarıq? mənfi 2 yazaram. Aha. 2 üstü A üstəgəlsin A çıxılsın 3 bərabər 2 üstü mənfi 2-dirsə, 2A çıxılsın 3 bərabər mənfi 2-yə. A-mız deməli 2də 1 imiş. Düzdür. 1-dir. A da bərabərdir. Elə 2-də 1. bizdən də A-nı istəyir. Düzdür. Onda işləyirsiniz hər kəs özü. 34-dür. %34'ü işləyirsiniz. Yağmurda deyil. Yağmur. Rezetin yerinə nə yazarıq? 3A. 3 üstü A. Bəs imzetin yerinə nə yazarıq? 3 üstü A üstə gəlsin 2. 2. Bəs 9'da 1'in yerinə? 3 üstü mənfi 3. Mənfi Mənfi 2. 2. Onda sol tərəfdə Onlara əsaslar eynidir. A kvadratı üstə gəlsin 2A. 2A plus 2. 3 üstü mənfi Bərabərdir 2'dirsə. mənfi 2. 2A üstə gəlsin 2 bərabərdir mənfi 2-yə. 2A da bərabərdir 4-ə. A da bərabərdir 2-yə. A da bərabərdir. Mənfi 2. Mənfi 2'yə. Düzdür. Az öncə bu tiplisini işlədik. Fikir verin 135-ci tapşırığa. Tunar. Tunar, dedik ki, qoşma kompleks ədədlərdə rezet 1, rezet 2-dir, amma imzet 1, mənfi imzet 2-dir. Səncə burada nələr 3 plus bərabərdir? y. 3 plus y çıx x bərabərdir 2x çıx 5-ə. X plus 2 də bərabərdir 2-yə. 2, amma bunu sadələşdirməmişik axı. Y kubunun yerinə nə yazarıq? Mənfi. 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 Onda bu olacaq çıx. Bunlar bir-birinin əksi Mənfi olanda. 2y. Mənfi 2y. Onda x-ləri, y-ləri yığıb bir tərəfə. Y çıx. 6 Y x. çıxıb x eləyirmi? Bəli. O da Bərabər deyil. mənfi 8. Düzdür. Mənfi 8. X plus Bəli. 2y. Çıx. O da mənfi 2. Tamam. Onda hansını nəyə vuraq? Yuxarını mənfi 2-yə vurarıq. Mənfi 2y plus 6x bərabərdir 16-ya. X plus 2y mənfi 2-dirsə mənfi 2-lər gedər. 7x də bərabər olur 14-ə. X də 2. X X 2 2-dirsə olanda mənfi 2. düzdür. Mənfi 2y-dir. Y də bərabərdir. Mənfi 2-də. Baxın, görün sualınız vardı mı buna aid? Yaxşı, bunlarda modullar falan var. Bunlar heç bunları keçək. Tamam. Baxırsınız 144-cü tapşırığa. 144. Sübhan. Feyziyev. Üstü 12'yi necə hesaplayaram? Dedik 4'ə bölünənlərin hamısı inin qüvvəti 4'ə bölünürsə 1'ə bərabərdir. 1-ə bəli. 12'ni böldük 4'ə.
Tam böldüm. 1, Onda 1 plus 12 böldüm 4-ə. 1 qalıq qalır mənim. Elə i. O, Düzdür? bəli. 14'ü böldüm 4'ə. -1. Düzdür. -1 o da plus 1 eləyir. Afərin. Plus Bəs bir, i üstü bəli. 15. Mənfi. Mənfi. Düzdür. Bu da bərabər. İndi növbəti addım nədir? Qoşmasına Qoşmasına vurmaq. buraxır. Bir çıxını vurursan, 1 plus-iyə. düzdür? 1 plusini də 1 plusiyə. İndi sadələşdir. Məxrəci yığ. 1 vurulsun i, çıxılsın i, sonra çıx i, Normal çıx da. plus i Qoşma, kvadrat. A plus B, A minus B kimi çıx, Sübhan. 1 çıxılsın i kvadrat. Kvadratı. Sürətdəki 1 plus i'nin kvadrat deyil, onda normal aç. 1 plus 2i plus i kvadratı. Düzdür. İ kvadratların yerinə -1 yazacağıq. düzdür. O da eləyəcək 2 bölünsün 2. O da eləyir 1 plus i. i. İndi bizə Bir plus suala get. Sual nə deyir? Deyir, kompleks ədədin həqiqi Həqiqi hissəsini hissəsi 1. tap. Həqiqi hissəsi 1-dir. Bəs xəyaliyin sorsaydı neçə idi? 7. O da elə 1-dir. Düzdür. Baxın görün kimin sual var buna aid. Uşaqlar, sualınız vardı mı? Xeyr, Tamam. Onda baxaq çalışma. Bir dənə burada. Buyurun. Çalışma 52. Bu da maraqlı tapşırıqdır. Həqiqi əmsallı tənliyin köklərindən biri verilibsə, bax yadda saxlayın. qoşmasıdır digər. Qoşması da düzdür. Həqiqi əmsallı və yaxud da tam əmsallı deyilsə, tənliyin köklərindən biri nədirsə, digər də onun qoşması olacaqdır. Yaxşı, Fatimə Əliyeva. Fatimə, bir kökü 2 çıx 3 idisə, bəs ikinci kökü nədir? 2 üstəgəl 3-i. 2 plus 3'ü. Səncə P ilə Q-yu tapanda nə etməliyik? P-ni tapanda x1 ilə x2-ni toplamalıyıq. Q-nu tapanda da vurmalıyıq. Düzdür. Topladıqda nə verir bu ikisini? 4. 4. Gəl vuraq. Bəs 2 çıx 3'ini vuranda 2 plus 3'üyə. 4 çıxılsın 9-inin kvadratı. Kvadratı. İ kvadratın İ kvadratın yerinə yerinə -1 -1 yazacağıq. O O da da eləyəcək eləyir 13. İndi deyir P ilə Q-yu tapın. Cəm nə ilə götürülürdü? mənfi ilə. Mənfi ilə. 4 olacaq. Mənfi P. Onda P mənfi Mənfi 4-dür. 4-dür. Düzdür. Amma Q hasil Olduğu kimi olduğu götürülür. kimi 13. Bizdən də P plus Q cəmi soruşulur. 9 eləyir o da. Bəli, 13 plus -4 bərabərdir 9. Düzdür. Onda baxırsınız, bir dənə baxaq buradan, bunun eynisi olmalıdır. Buyurun, çalışma 153 sizdə. Bunu siz yazırsınız. Sadiq deyir. Sadiq deyə bilərsənmi? Bir kökü 3 plus 2 idisə, bəs ikinci kökü nədir? İkinci kökdə 3 çıxılsın 2. 3 çıxılsın 2-dir. Viyetə görə cəmi ilə hasilini tapaq. Topladıqda nə verər Sadiq? 3 plus 2 ilə 3 minus 2. 3 plus Bunlar 6 olur. 6. Bəs vurduqda kvadratlar fərqi kimi çıx. 9 çıxılsın 4i kvadratı. Düzdür. İ kvadratın yerinə nə yazırıq? -1 yazırıq. Bu da bərabərdir 13. Bəs cəm nə ilə götürülürdü viyetdə? Mənfi ilə. Mənfi P. Mənfi P-ni 6 tapmışıqsa, onda P neçədir? -6. Mənfi 6-dır. Hasil nəyə bərabər idi bəs? Hasil də sərbəstdir. Düzdür. Yəni 13-ə. Yəni Bizə də deyir bu ikisinin cəmini tapın. P plus Q. 7. Düzdür. -6 plus 13 bərabərdir 7. Baxın görün kimin sual var buna aid. Tamam. Baxaq.
Burada görək nələrdir bizim üçün yeni olan. Bunlara aid işlədik. Cəm fərqi yaza biləcəksiniz. Solmaz, i üstü 41-i necə sadələşdirərsən? i üstü 1, 4-ə tam bölünmür. Üstü i, yəni bəs i kvadratı? Mənfi 1 alır. Düzdür, mənfi 1. Bəs i üstü 40 plus i kubunu? Tam bölündüyü üçün 1-ə bərabər. 1. Bəs i kubu? Mənfi 1. Əla, mənfi 1. 1 çıxılsın, i də. Düzdür. Yaxşı, baxaq burada. N kvadratı plus 4-ü sadələşdirəndə bunu n kvadrat çıx. 4i kvadrat yazacaq. Az öncə x nə yazmışdıq? N çıx 2 vurulsun n plus 2. Cavabımız Y variantı. Məncə geri qalanlarını salam sadələşdirə biləcəksiniz bunları. Baxın görün, ümumi nə sualınız var? Bir də bu 46-cı tapşırığa baxaq. 46-nı necə işləyəcəksiniz? Sadələşdirib qüvvətə yüksəldək. Birinci gəlin, bunu sadələşdirək. Nə edək? Kəsirin əsas xassəsidir. Kəsirin sürət və məxrəcini sıfırdan fərqli ədədə vursaq və bölsək. Kəsirin qiyməti dəyişməz. Gəlin, bunun sürət və məxrəcini i-yə vuraq. i çıx 1, i plus 1. Bunu da i-yə vururam, bunu da i-yə vururam, bunu da i-yə vururam, bunu da i-yə vururam. Üstü 220. Birinci məxrəci və surəti vururam qoşmasına. Bunu da vururam i çıx 1-ə. Bu arada qoşması dediyim i plus 1-in 1 çıx idi. Amma mən niyə i minus 1 yazdım? Çünki mən zaten i minus 1-ə vuranda, qoşması deyil onun. Amma i minus 1-ə vuranda bu zaten i-dən azad olacaq məxrəc. i çıx 1-i vururam i çıx 1-ə. Bir də üstü 220. Bu bərabərdir. Məxrəci yıxsam i kvadrat çıx 1. Sürətdə i çıx 1-in kvadratı. Sadələşdirirəm. i kvadratı çıx 2 plus 1, bir də üstü 220. Məxrəc i kvadratın yerinə mənfi 1 yazsam mənfi 2 eləyir. Zaten 1 ilə i kvadratı bir-birini islah eləyir. Mənfi 2 üstü 220. Mənfi 2-lər də getdi, qaldı sadəcə 2 i üstü 220. 220 tam bölünür 4-ə deyə cavabımız 1 olacaq. Bildiniz nə etdik? Sadələşdirdik. Sonra onu 220 dərəcədən qüvvətə yüksəltdik. Baxın görün kimin sual var. Tamam, onda dərsimiz çıxmırsısa bu qədər. Ümidvaram ki, başa düşdünüz artıq bu hissəni. Kimin çətinliyi oldu? Nə dərəcədə çətin idi bu bölmə? Asandıydı. Sonra kimin nə Öğretmenim fikri var? sonradan asan oldu. Çox asan, Asan idi. bəli, öhdəsindən gələ biləcəyinizdir. Çünki kim diqqətli idisə zaten mənimsədi bunu.